Bismillah, elhamdülillah, eşhedü en la ilahe illallah, vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu. Sallallahu ve sellem aleyhi ve ala alihi ve sahbihi ecmain. Amma ba'd. Değerli kardeşlerim, istəyirəm ki, kısa xatırlatma edeyim. Ola bilsin ki, bu xatırlatma hər biriniz üçün faydalı olsun. Ümumiyyətlə, hər bir müsəlmana yaraşır ki, xatırlatma eləsin. İstər o müsəlmanlar o məsələni bilsinlər, istər də bilməsinlər. Bilməsələr nə gözəl. Bilsələr də, ola bilər ki, həmin müsəlman o məsələni yaddan çıxardıb, o əməli yaddan çıxardıb, o əməlin üzərində tərtib olunan savabı məhrum olur və yada düşdükdən sonra o əmələ qayıdar və həmin əməli edər və həmin o tərtib olunmuş savabı qazanır. Ona görə də uca Allah öz kitabında buyurur ki, وَذَكِّرْ فَإِنَّ ذِكْرَ تَنْفَعُ الْمُؤْمِنِينَ Xatırlatmaq möminlərə fayda verir. Bu çox möhtəşəm bir ayədir. Ona görə də müsəlmanlar çalışır ki, istər müsəlmanlar bilsinlər, istər də bilməsinlər, xatırlatma etsin. Və xatırlatma etmək istədiyim mövzu günahların bağışlanmasına səbəb olacaq bəzi əməl və zikr olacaqdır. Lakin mən burada 10 hədis qeyd edəcəm. Yəni bu hədislər çoxdur, zikirlər çoxdur, əməllər çoxdur, saysız. Sadəcə olaraq yəni dərsimizin qısa olmasına görə 10 dənə hədislə kifayətlənəcəm. Öncəliklə onu bilmək lazımdır ki, müsəlman xətəkardır. Daima günah işlədir. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Kullu bəni Adəm xatta'un və xayru xatta'inə ət-tavvabun. Buyurur ki, hər bir Adəm övladı xətəkardır. Lakin bu xətəkarların içərisində ən xeyrisi isə tövbədəndir. Bu hədis bizə nə göstərir? Bu hədis bizə göstərir ki, müsəlmanlar günah etməsi zaruridir. Lakin bunların içərisində ən xeyrisi hansıdır? Tövbəyə tələsən, tövbə edən və istiğfar edən. Digər hədislər qulaq asın, gör Allah Resulü sallallahu aleyhi ve sellem nə buyurmuşdur? Buyurmuşdur ki, nəfsim əlində olan Allah and olsun ki, əgər siz günah işlətməsəydiniz, sizi Allah azə cəllə həlak edər və yerinizə hələ bir qövm gətirər ki, onlar günah işləyər və Allahdan bağışlama deyərlər, istəyərlər və o Allah azə cəllə onları bağışlayar. Subhanallah. Yəni, bu hədis bizə nə göstərir? Göstərir ki, müsəlman günah etməsi zaruridir. Lakin bu hədis müsəlmanlara haqq qazandırmır ki, yəni günah işlədir. Sadəcə olaraq bunu göstərir ki, yəni müsəlman günah etməsi zaruridir. Ona görə də müsəlman ümidini, yəni Allahın rəhmətindən üzməməlidir. Uca Allah buyurur ki, Lə təqnatu min rəhmətillah. Allahın rəhmətindən üzməyin, ümidsiz üzməyin. Niyə görə? Çünki innallaha yaghfiru zunubə cəmi'a. Çünki Allah azə cəllə bütün günahları bağışlayır. Niyə görə bağışlayır? İnnehu huvel gafurur rahim. Çünki o günahları bağışlayan və rəhimlidir. Və bu da göstərir ki, dəyərli qardaşlarım, insan ümidini üzməməlidir. Və bəzi, yəni Allahın lütfündəndir ki, nemətindəndir ki, bəzi əməllər, bəzi zikirlər təyin etmişdir şəriətdə ki, insan onu etdikdə onun günahların bağışlanmasına səbəb olur. Və biz də inşallah birinci hədisi zikr edək. Birinci hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Mən əkələ ta'amən thumma qal. Buyurur ki, kim yemək yeyəndən sonra bu zikri deyərsə, Elhamdülillahillezî et'amani hâzet ta'ama ve razaqanihi min gayri havlin minni ve la kuvve gufre lehu ma taqaddama min zembih. Buyurur ki, kim bu zikri deyərsə, yəni bu yeməyi mənə yedizdirən, özüm də heç bir güc qüdrət sərf etmədən mənə bəxş edən Allah həmd olsun deyərsə, onun keçmiş günahları bağışlanar. Subhanallah, fəzilətə baxın. İnsan yemək yeyir və bu zikri deyir, günahları bağışlanır. Lakin bəzi müsəlmanlar nə edir? Yemək yeyəndən sonra bu zikri söyləmir. Və yəni bu təəssüf olsun ki, unudur. Lakin insan daima xatırlamalıdır bu zikri və yemək yeyəndən sonra bu zikri deməlidir. Həmçinin də Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki,
Mən ləbisə thawban faqal, kim paltar geyinərsə, sonra bu zikri deyərsə, Elhamdülillahillazi kesani hada thawba və razaqanihi min gayri havlin minni və la quvva ğufra lahu ma taqaddama zənbi. Kim paltarı geyindikdən sonra bu zikri deyərsə ki, bu paltarı mənə geyindirən və özümdə heç bir güc, qüdrət sərf etmədən mənə bəxş edən Allaha həmd olsun deyərsə, onun keçmiş günahları bağışlanar. Subhanallah, fəzilətə baxın. İnsan heç bir, belə çətin bir əməl etmir. Sadəcə paltar geyinir. Bu da nədir? İslamın gözəlliklərindəndir. Allah Azə Cəllə bizi, günahlarımızı silmək istəyir, bizi cənnətə daxil etmək istəyir. Bəzi qərbçilər nə deyir? İslam çətin əməllər qoyur və o qədər əməl etmək lazımdır ki, bizim günahlarımız bağışlana bilməz. Yoxsa necə sadə bir insan paltar geyinir, zikir deyir, Allah Azə Cəllə onun günahlarını əff edir. Həmçində üçüncü hədis, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Mən təvadda'a nəhvə vudu'i həzə thumma salla rak'atayni la yuhaddisu fihima nafsuhu ghufra lahu ma taqaddama min zənbi. Buyurur ki, Allah Resulü sallallahu aleyhi ve sellem kim mənim bu dəstəmazım kimi dəstəmaz alarsa, sonra 2 rükət namaz qılarsa, bu 2 rükətdə nəfsindən heç bir şey keçirtməzsə, yəni nəfsi ilə danışmazsa, fikri ağlı başqa yerlərdə olmazsa və onun keçmiş günahları bağışlanar. Ona görə də insan ərinməməlidir, səhlənkarlıq etməməlidir. Nə də dəstəmaz aldıqdan sonra 2 rükət namazı qılmağa. Bəzi insanlar nə edir? Dəstəmaz aldıqdan sonra ərinir. Deyir ki, sünnədir, qılmasam da olar, ərinir, səhlənkarlıq edir. Lakin dəstəmaz aldıqdan sonra bu hədisi ağlına gətirərsə, bilər ki, necə fəzilətli bir şeydir və namaz qıldıqda da xuşul olmalıdır. Yəni, gəldi, dəstəmaz aldı, 2 rükət qıldı və hədisi yaddan salır ki, mən bunu qılsam və ağlım başqa yerdə olmasın, xuşulu qılsam, Allah Resulü sallallahu aleyhi ve sellem bizə nə deyir? Onun keçmiş günahları bağışlanar. Həmçində Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Mən təvadda'a fəəsbəğəl vudu'a ثم مشى إلى صلاة مكتوبة فصلاها مع الإمام غفر له ذنبه. Buyurur ki, kim dəstəmaz alarsa, dəstəmazı da tam şəkildə alarsa, sonra fərz namaza addımla gələrsə, ayaqla gələrsə, imamla birlikdə namaz qılarsa, onun keçmiş günahları, yəni günahları bağışlanar. Ona görə də insan çalışmalıdır ki, məscidə gəldikdə piyada gəlsin. Çalışdığı qədər, gücü çatdığı qədər. Həmçində başqa hədisdə nə deyir? Allah Resulü sallallahu aleyhi ve sellem hər addımına görə günahı silinər, ona savab qazanar və dərəcəsi qalxar. Və digər hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, kim müəzzini eşitdiyi zaman Əşhədü ən la ilahə illallahu vahdahu la şərikə ləhu وأن محمدا عبده ورسوله رضيت بالله ربا وبمحمد رسولا وبالإسلام دينا غفر له ذنبه. Buyurur ki, kim bu zikri müəzzin eşitdiyi zaman deyərsə, onun günahları bağışlanır. Sual çıxa bilər ki, bu haradadır və bəzi alimlər deyirlər ki, ümumiyyətlə müəzzin şəhadəti deyəndə şəhadəti demir və gözləyir və şəhadəti qurtardıqdan sonra bu zikri deyir. Bəzi alimlər də, necə ki İbn Hüseymin rahimehullah deyir ki, şəhadəti də müəzzinlə birlikdə deyir, qurtardıqdan sonra hələ bunu da təkrarlayır. Həmçində Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, kim namazın sonunda 33 dəfə Subhanallah, 33 dəfə Elhamdülillah, 33 dəfə Allahu Ekber və 100-cü, yəni bu 99 edir, 100-cüdə əgər desə ki, La ilahe illallahu vahdahu la şerike lehu, lehu mulku ve lehul hamdu ve huve ala kulli şeyin qadir, gufurat xatayahu ve in kanat misle zebedil bahr. Əgər 100-cüdə bu zikir deyərsə, onun günahları və xətaları dənizin köpüyü qədər olsa belə günahları bağışlanar. Subhanallah. Özüm də şahid olmuşam. Çox insanlar da görürlər ki, məsciddə bəzi qardaşlar namaz qutaran kimi salam verdikdən sonra tez durub qaçırlar məsciddən, zikirlər etmirlər. Sonra da çıxırsan məscidin həyətini görürsən ki, darvazanın qabağında kimləsə söhbət edir. Subhanallah, fəzilətə baxın. Zikir edirsən,
və sənin dənizin köpüyü qədər günahların bağışlanır. Və digər hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, insan oturub namazın sonunda olan zikirlər deyəndə mələk deyir ki, Allahım onu bağışla, Allahım onu bağışla. Əgər istəmirsən bu zikirlərə, bu cür duayasan, nail olasan. Amma qardaşlar nə edir? Salam verən kimi ayağa qalxır, qaçır. Və insan oturmalıdır və bu cür fəzilətli savablara nail olmalıdır. Və həmçinin 7-ci hədis Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Mən qalə hina ya'vi ila firashihi. Kim yatağına girdiği zaman bu zikri deyərsə, La ilahe illallah vahdahu la şerike lehu, lehu mulku ve lehul hamdu ve huve ala kulli şeyin qadir. La havle ve la kuvvet illa billahil aliyyil azim. Subhanallahi velhamdülillahi ve la ilahe illallah vallahu ekber. Deyərsə, غفرت له ذنوبه ولو كانت مثل زبد البحر. Kim yatağına bu zikri, yəni yatağına girəndə bu zikri deyərsə, günahları dənizin köpüyü qədər olsa belə günahları bağışlanar. Allahu Ekber. Əgər insan yatağa girəndə birinci dəstəmaz almalıdır. Çünki Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, insan nə cürünə vəfat edərsə o cürünə Allahın qarşısına çıxar. Birinci dəstəmaz almalıdır. Həmçində digər hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, insan dəstəmaz alanda mələk onun üçün dua elər. Yəni gecə sağa sola çevriləndə mələk deyər ki, Allahım onu bağışla, çünki o dəstəmaz almışdır. Həmçinin də bu zikri deyəndə günahları bağışlanar. Amma bəzi insanlar nə edir? Girir yatağına, əlində sosial şəbəkələrdə baxır və sonra da zikri də eləmir. Hələ yuxuya gedir, əlində telefon yatır. Bu cür zikirdən özünü məhrum edir və digər zikirlərdən özünü məhrum edir. O yüzden insan çalışmalıdır ki, yəni Allah Resulü sallallahu aleyhi ve sellem bizə nəyi tövsiyə edibsə, necə bizə hansı zikri öyrədibsə, ona biz avudəçi olaq. Həmçində 8-ci hədis Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Mə aləl ardı əhədun yaqul. Yer üzündə elə bir kəs yoxdur ki, əgər bu zikri deyərsə, bu zikri əzbərləyin qardaşlar. Çox möhtəşəm zikirdir. Ola bilər bilirsiniz, bilməyənlər əzbərləsin. Kim deyərsə ki, La ilahe illallahu vallahu ekberu və la havle və la quvvet illə billah. Əgər bu zikri kim deyərsə, La ilahe illallah vallahu ekber və la havle və la quvvet illə billah. Nədir? İllə quffirat anhu xattayahu və ləv kənət mislə zəbədil bəhər. Onun günahları dənizin köpüyü qədər olsa belə günahları bağışlanar. Subhanallah. Bu zikri öyrənin, övladlarınızı öyrədin, zövcələrinizi öyrədin. Çox möhtəşəm zikirdir ki, bunu insan deyəndə günahları bağışlanır. Və 9-cu hədis Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Mən qalə Subhanallahi və bihamdihi fi yevmin mi'ətə mərrah Huttat xatayahu və ləv kənət mislə zəbədil bəhr. Deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem kim gündə 100 dəfə Subhanallah və bihamdihi deyərsə, onun günahları dənizin köpüyü qədər olsa belə, onun günahları bağışlanar. Ona görə insan çalışmalıdır, bu zikri hər gün 100 dəfə söyləsin. Səhər, axşam da deyə bilər. Və axırıncı hədis Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Mən qalə, kim deyərsə, Əstəğfirullahəl aziməlləzi la ilahə illə huvəl hayyul qayyumu və ətubu iləyhi Ğufrə ləhu və inkənə fərrə minəz zəhvi. Deyir ki, kim bu zikri deyərsə, bu, yəni Allah məni bağışla, yəni bu zikri kim deyərsə, yəni bu bağışlamaq üçün bu cürünə deyərsə, o döyüş meydanından qaçsa belə Allah Azə Cəl onu bağışlayar. Və Allah Azə Cələ dua edirəm ki, Allah Azə Cələ bizə daima bu cür əməllərə, bu cür zikirlərə bizə müvəffəq edəsin ki, günahlarımız bağışlasın və həmçinin də Allah Azə Cələ dua edirəm ki, bu xatırlatmağımız sizlər üçün faydalı etsin. Subhanəkallahum və bihamdik. Əşhədu ən la ilahə ilə ənd. Əstəğfiruka və ətubu ileyk.